danışsa da, istintaqımızda yazıcı dramaturq, tip və fəlsəfə üzrə fəlsəfə doktoru, istefada olan tip xidməti polkovniki Ramiz Əkbərin yazdığı 33 il milis rəisi kitabına istinad eləmişdim. Ancaq araşdırma apardıq və dostların vasitəsilə bu cinayət işini aparan müstəntiqi tapdıq. Hadisə baş verən vaxtı gənc müstəntiq olan Rafiq Əhmədov sağ olsun, bizi qırmadı. Müsahibəyə görə milis rəisi başa düşürdü ki, get-gedə güclənən yağış hadisə yerində və meyitlərdə olan izləri silə bilər. İndi hər dəqiqə qiymətli idi. Qətiyyən vaxt itirmək olmazdı. Bakıdan çıxan ekspertlər səhərə yaxın Bərdiyə çatdılar. Hadisə yerinin və meyitlərin xarici müayinəsi aparıldı. Kişi bıçaqla, qadın isə başından 8 il aldığı zərbədən ölmüşdü. Dəhşətli mənzərə idi. Qadının saçı gür olduğundan 8 il onun saçındaca ilişib qalmışdı. Qatil ya tələsdiyindən, ya da həyəcandan cinayət aləti olan çəkici elə meyidin başındaca. Ekspertlər nə qədər çalışsalar da barmaq izlərini keyfiyyətli şəkildə götürə bilmədilər. Hər halda yağış öz işini görmüşdü. Ancaq onlar gələnə qədər müstəntiq Rafiq Əhmədov müəyyən izləri artıq götürmüşdü. Oktyabr ayının 12-si idi, səhv eləmirəmsə. Deməli, bazar günü idi. Evdəydim. Fiziki işdən sonra çox bir ağır, belə şirin yuxuda idim. Gecə idi. Artıq saat birdən keçmişdi, gecənin yarısı idi. Bir də gördüm, bir də eşitdim ki, mən yaşadığım evin aynəbəndi döyülür. Durdum, açdım, gördüm milis işçiləridir. Mənə xəbər verdilər ki, rayonun Kommunizmi kolxozunda, Qaradəmirçi kəndində ölüm hadisəsi var. Dəhşətli hadisə ilə bağlı Bərdə rayon prokurorluğunda cinayət işi qaldırılmışdı. İşin istintaqı rayon prokurorluğunun gənc müstəntiqi 2-ci dərəcəli hüquqşünas Rafiq Əhmədova tapşırılmışdı. Biraz əvvəl Məhə Quliyev haqqında məlumatı yarımçıq saxlamalı olduq. Biz də növbətçi hissədən evə olunan zənglə cinayətə diqqət ayırası olduq. Ancaq Azərbaycanda 33 il milis rəisi işləmiş podpolkovnikin tərcümeyi halından bəzi məqamları mütləq tamaşaçılara çatdırmalıyıq. 1928-ci ildə Füzuli rayonunun Kürt Mahmudlu kəndində anadan olan Məhə Quliyev, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsində